Yaxşı. Conjunctive words bölməsini öyrənəndə ümumiyyətlə əvəzliklərlə bağlayıcıların sıx əlaqəli olduğu bir hissədir bu conjunctive words hissəsi. Çünki əvəzliyin 2 dənə məna növü var ki, onda həm də conjunctive words gedir. Hansı məna növləridir? Birinə deyirik nisbi əvəzliklər, birinə deyirik bağlayıcı əvəzliklər. Məsələn, bizim əvvəlcədən gördüyümüz sual sözü kimi işlətdiyimiz bəzi bağlayıcılar var. Bunlara biz bircə dəqiqə ekranı biraz böyüdüm. Biz bunlara aid eləyə bilərik. Məsələn, who hər biriniz bilirsiniz də. Məsələn, whom hər biriniz görmüsünüz. Which görmüsünüz. Where görmüsünüz. Whose görmüsünüz. Sırf bu bağlayıcılar əsasında mən bunu deyirəm ki, bu bağlayıcılar həm nisbi əvəzlik sayılırlar, həm bağlayıcı əvəzlik sayılırlar, əvəzlik baxımından baxdıqda, həm də bağlayıcı baxımından baxdıqda. Həm nisbi, həm də bağlayıcı əvəzlik kimi qalırlar. Ona görə də, yəni biz sizə deyəcəm hansı halda nisbi əvəzlik yazmalısınız, hansı halda bağlayıcı əvəzlik yazmalısınız. Daha doğrusu bunların nisbi əvəzlik kimi qaydaları nədir, bağlayıcı əvəzlik kimi qaydaları nədir? Bunu deyəcəm sizə. Amma bundan daha mühümü sizə cümlədə hansı yerdə nisbi əvəzlik tələb olunur, hansı yerdə bağlayıcı əvəzlik tələb olunur. Bunu bilmək çox vacibdir. Bəs bunu necə ayırd edəcəyik? Birinci növbədə nisbi əvəzlərin funksiyasına danışaraq bunu ayırd edə bilərik ki, mən sizə əvvəllər danışmışdım cümlə qurmaq üçün. Amma yenə o hissədən biraz danışacağım. Baxın, nisbi əvəzlərin funksiyası fe'li sifət tərkiblərini təyin etdiyi sözlərə birləşdirməkdir. Məsələn, mən deyirəm ki, I now the teacher məsələn who is checking your exam papers. Belə bir cümlə. Yaxşı. Burada who nisbi əvəzliyin funksiyası nə oldu? Deməli, deyirəm ki, mən sizin imtahan kağızlarınızı yoxlayan müəllimi tanıyıram. Baxın, cümləyə baxın. Mən sizin imtahan kağızlarınızı yoxlayan ən nə şəkilçisidir? Fe'li sifət şəkilçisidir. Bax, həmin o ən, dığı, mış, acaq şəkilçilərini ingilis dilində ifadə edən bir forma fe'li sifət deməli tərkiblərini təyin etdiyi sözlərə bağlayan formaya biz deyirik nisbi əvəzliklər. Baxın, bura nə yazmışam? Bura yazmışam sizin imtahan kağızlarınızı yoxlayan. Yəni fe'li sifət tərkibini yazmışam. Bura nə yazmışam? Təyin olunan sözü, yəni müəllimi. Mən sizin imtahan kağızlarınızı yoxlayan müəllimi tanıyıram. Deməli, bir daha təkrar edirəm. Fe'li sifət tərkiblərini təyin etdiyi sözlərə bağlayan əvəzlik növləridir, nisbi əvəzliklər. Deməli, həmişə təyin olunan bir söz də olmalıdır ortalıqda. Həmişə bir şəxs olmalıdır ki, həmin şəxsi məhz mən nisbi əvəzliklə, fe'li sifət tərkibi ilə təyin edə bilim. Deməli, onda belə bir nəticə çıxır ortalığa. Nisbi əvəzliklər həmişə şəxs bildirən sözlərdən sonra, yəni isimlərdən və törəmələrdən, işarə əvəzliklərindən sonra işlənir. Baxın, təkrar edirəm. İsimlərdən sonra işlənə bilir nisbi əvəzliklər, törəmələrdən sonra işlənir. Bəzən də bir dənə işarə əvəzliyi var, those. Ondan sonra işlənir. Bax, bunlardan sonra nisbi əvəzlik yazırıq. İndi bir də bağlayıcı əvəzliyin funksiyasını danışım. Detalda da bunları ayırd eləyəcəm bir-birindən. Yəni, huy-humdan ayırd eləyəcək birlikdə. Yaxşı, deməli, bağlayıcı əvəzliklər barəsində nə deyirik? Deyirəm ki, I want to know. Mən bilmək istəyirəm. Bax, bura qoyur 3 nöqtə. You will go to the, məsələn, nə yazım? Theater. Baxın, bağlayıcı əvəzliklər isə feillərdən sonra gəlir, xüsusilə də təsirli feillərdən sonra gəlir. Çünki bağlayıcı əvəzliklər tabeli mürəkkəb cümlələri bir-birinə bağlayır. Bağlayıcı əvəzliklər feillərdən sonra gəlir, amma unutmayın, bir də ən çox görəsiz bağlayıcı əvəzlikləri obyektal şəxs əvəzliklərindən sonra. Yəni, deyəcək, əsasən feillərdən və obyektal şəxs əvəzliklərindən sonra gəlir. Gördüyü iş nədir? Gördüyü iş özündən sonraki cümlədə çatışmayan cümlə üzvünü bərpa eləməkdir. Yəni, bu cümləni tərcümə edəcəksiniz. Sən teatra gedəcəksən. Çatışmayan bir cümlə üzvü var burada. Ay sağ ol. Nə vaxt gedəcəksən? Nə zaman gedəcəksən? Yəni, çatışmayan cümlə üzvü, çatışmayan əvəzlik növü when bağlayıcısıdır. Nisbi əvəzliklər funksiyası fe'li sifət tərkiblərini təyin etdiyi sözlərə bağlamaqdır. Nisbi əvəzliklər işlənir isimlərdən sonra, törəmələrdən sonra və
those işarə əvəzliyindən sonra bağlayıcı əvəzlər işlənir. Deməli, bağlayıcı əvəzlər özündən sonraki cümlədə çatışmayan cümlə özünü bərpa edir. Tabeili mürəkkəb cümlələri bir-birinə bağlayır. Bağlayıcı əvəzlər feillərdən sonra bir də obyekt aşağısı əvəzlərindən sonra işlənir. İndi birinci bunları ayırd eləməyi öyrəndik. İndi testdə baxaq bir neçəsində görək harda nisbi, harda bağlayıcı lazımdır bizə. Nisbi yoxsa bağlayıcı birinci testdə? Nisbi. İsim var. Nisbi bağlayıcı. Wonder. İkinci testdə. Bağlayıcı. Feil var. Nisbi bağlayıcı. Nisbi. Şəxs var. İsim var. Nisbi bağlayıcı. Boy var. Düzdür mü? Yaxşı. Nisbi bağlayıcı. Nisbi. 6'da nisbi bağlayıcı. Nisbi. Yenə shop. Mağaza. İsimdir. Nisbi bağlayıcı. Bağlayıcı. Feil var. Nisbi bağlayıcı. Nisbi. 7-9. Nisbi. 10. Nisbi. 11. 12. 13. Bağlayıcı. 14. Bağlayıcı. 15. Bağlayıcı. Çünki dedim ki, feildən və obyekt daha şəxs əvəzlərindən sonra. Yaxşı. Bu ayırt elədi ki, nisbi yoxsa bağlayıcı yazacaq. İndi gələk iç detallarına. Yəni, nisbi əvəzi yazanda bizə hansı növ, hansı qaydalar lazım olacaq, bağlayıcı əvəzi yazanda hansı qaydalar lazım olacaq. Mən bundan bağlı sizə bir siyah göndərəcəm. Amma burada bir düsturları yazıb üstündə izah eləmək məncə daha məqsəd uyğun olar. Baxın, deyirəm ki, person, insan anlayışı demək istədim person deyəndə. Üstə gələk who, üstə gələk verb. Baxın, bu düstur həmin qaydaya müvafiqdir də. I know the teacher, və bunu kopyalayıb bir də bura atıram. Who is checking your exam papers? Yaxşı, insan anlayışı plus who plus xəbər. Baxın, indi yazıram. I know the teacher whom the Ministry of Education assigned for your school. Yaxşı. Burada deyirəm ki, deməli, qaydasını yazmamış yazım, üzrü sayın. Person plus whom plus subject. Yəni mübtəda. Baxın, teacher person'dır, whom sonra Ministry of Education, yəni şəxs yazmışam da, subject mübtəda yazmışam. Tərcümə necə oldu? Mən Təhsil Nazirliyinin sizin məktəbə təyin etdiyi müəllimi tanıyıram. Bu dəfə işlər dəyişdi. Müəllimi tanıyıram. Ardıcılıqda problem yoxdur ki. Yaxşı. İndi deməli, who bəzən whom-un yerinə işlənə bilər. Niyə? Nə zaman işlənə bilər? Unutmursunuz. Preposition bu hər yer üçün xasdır. Bu yəni who-yun işləndiyi, whom-un işləndiyi hər yer üçün xasdır. Eləcə nisbi əvəzlər üçün. Preposition plus who olmaz yoldaşlar. Onun yerinə düzgün form olmalıdır. Who plus cümlənin sonunda bir yerlərdə preposition. Bircə preposition nə deməkdir? Söz önü. Yaxşı. İndi deməli bu səhv olur. Bunu işarələyirəm. Bu yoldaşlar səhvdir. Və bunun tərsi halı deyirəm. Preposition plus whom olar yoldaşlar. Amma whom plus bəli. Yaxşı. Whom plus preposition isə olmaz. Yəni bir-birlərinə tərsdirlər. Bu bizə harda lazım ola bilər? Baxın, məsələn, burada testlərin arasında gəlirik, baxırıq bu testdə. Üzr istəyirəm, bir dəqiqə tapım. Aha. Gəlirik, bura baxırıq. Bu cümləni zəhmət olmasa diqqətlə analiz eləyək. İnsan anlayışı plus mübtədadır. Burada qayda whom yazmalıyım. Düzdürmü qaydaya müvafiq olaraq? Amma axırda sözünü var ha. Bu deyir ki, yox, whom yazamırız. Sonda sözünü qəbul edəmir whom. Ona görə whom əvəz edir nə? Who about. Yəni sözünlü who nisbə əvəzi. O halda who nisbə əvəzi mübtədadan işlənə bilər ki, o cümlədə axırda sözünlü olsun. Yaxşı? Yaxşı. Deməli, sonra deyirik ki, things yazacağam mən. Things. Buna things, yaxşı, things yazıram.
Things. Yəni nə? Əşyalar. Əşyalar. Bunlarla işlədəcəyik which nisbə əvəzini. Bax, sonra nə gələcək elə bir şey yazmamışam mən bura. Burada şəxs yazır gəlməyəcək, elə bir şey yazmamışam mən bura. Deməli, burada bir dənə onu sizə göndərəcəm. Diqqətinizi çəksin deyə qaydaların qabağından belə bir işarə qoyum. Əşyalardan sonra which nisbə əvəzini yazıram. Məsələn, yazıram ki, I repaired deyək ki, vacuum cleaner which you brought yesterday. Nə cümlədə ağlamacalı bilmirəm. Deyirəm, mən sənin dünən gətirdiyin tozsoranı təmir elədim. Baxın, vacuum cleaner insan anlayışı deyil, axı things əşyadır. Bəli. Ondan sonra yazdım, which yazdım. Yəni, insan anlayışı olmayan plus which qaydası burada keçərli oldu. Yaxşı, indi deyəcəm sizə, who, üzr istəyirəm, that nisbə əvəzi böyük bərabərdir. İndi böyük bərabərdir işarəsini tapa bilsəm çox yaxşı olar. That böyük bərabərdir. Who, whom və which. Bu o deməkdir ki, who yazdığınız yerə, whom yazdığınız yerə, which yazdığınız yerə həm də that yaza bilərsiniz. Amma bu qaydanı yaddan çıxarmayın ki, preposition plus that olmaz. Bu olmaz. Bu da yeni bir qaydadır. Yaxşı. Qeyri-adi bir şey var burada. Preposition plus that olmaz. Bu qaydada çox vacibdir. Yaxşı. Unutmursunuz. Think və bura Azərbaycanca yazıram bu hissəni. Və törəmələri. Sonra only. Superlative degree, yəni üstünlük dərəcəsi. Plus that. Bu sözləri görmüşsünüzsə, that nisbə əvəzini istifadə edəyin yoldaşlar. Davam edirəm. Bura qədər problem yoxdur, qeyri-adi bir şeylər hələ ki. Bunu da vərəq kimi göndərəcəm, digərini də göndərəcəm sizə. Think və törəmləri that-lə işləndi. Ondan sonra biz, bunu da əslində vacib bir qayda kimi vurğulayaq burada. Only superlative degree. Nəysə, bilmiyorum niyə belə düşdü. Davam edelim. Sonra biz danışaq sizə whose nisbə əvəzi ilə. Whose nisbə əvəzi, onsuz da nisbə əvəzdən heç bir tərcümə olunmur. İndi whose nisbə əvəzində amma tərcümədə yeriçal şəkilçisini hiss edəcəksiniz. Mənsubə şəkilçisini, yeriçal əlamətini hiss edəcəksiniz. Necə? Deməli, qaydası belədir. Noun plus whose plus noun. Amma mötəzədə çox vacib bir hissəni yazıram. Without article. Yəni, articlesız isim. Səbəbini indi izah edəcəm, tutacaqsınız. Baxın, deyirəm ki, mən, I, now, the woman, now the teacher, whose exam was delayed. Yaxşı, belə bir cümlə yazdım. Baxın, ardıcılığı tutdu da teacher insan anlayışı, whose, isim, plus whose, plus exam, yəni articles isim yazdım. Tərcümə belədir, baxın. İmtahanı təxirə salınan müəllimi tanıyıram. İmtahanı, oradakı şəkilçisi nə şəkilçisidir? Mənsubə şəkilçilər nəyə aid olur? Yerli-yalı. Whose hansı haldadır? Normal qaydada yerli-yalıdadır. Whose, nə deməkdir whose? Kimin demək, düzdür? Yerli-yalı. Bax, buna görə, bu əlamətə görə whose nisbə əvəzini işlədirik. Unutmursunuz, whose nisbə əvəzində insan anlayışı olan, olmayan söhbəti yoxdur. Düzdür, whose'un öz tərcüməsi kimin deməkdir. Nisbə əvəzi kimi tərcüməsi onsuz da yoxdur. Kimin demək deyə, yəni biz onu sual əvəzi kimi, onu bağlayıcı əvəzi kimi işləsə, insana məxsus eləməli, insana aid eləməliyik. Amma nisbə əvəzi kimi elə şey yoxdur.
Yaxşı, əşya da aid ola bilər. Və sonuncu ən mühümlərindən birinə gəlirəm. Bax, bu hissədə yenə diqqətinizi maksimum dərəcəyə qaldırın. Deməli, burada bizim qaydamız olacaq. Çox çırpmayıram. Yaxşı. Deməli, burada bizim qaydamız olacaq. Bir neçəsi olacaq. Yazacağıq. Place, plus, where. Sonra. Place, plus, preposition, plus, which. Place, plus, which, plus, preposition. Place, plus, that, plus, preposition. Place, plus, preposition. Axırıncı qaydanın haqqında da bir danışacağım. Preposition. Yaxşı. Nə deməkdir bu? Yer bildirən sözlər gördükdə, məsələn, bax, buradan yazıram bir dənə misal. Bunu keçdim aşağı ki, misalımıza yaxın olsun da. Məsələn, bir misal yazıram. Şahbuz is the region where deyirəm, Şahbuz Ayxan Şükürovun doğulduğu rayondur, regiondur. V nisbə əvəzi. Niyə? Region yer bildirən sözdür. Sonra deyirəm, Şahbuz is the region which və yaxud in which deyim hətta, in which Ayxan Şükürov was born. Yaxşı. Sonra deyirəm, əvvəl Məmməd Araz yazdım, sonra bir baxdım ki, mən özüm niyə yazmışdım. Sonra, Şahbuz is the region which Ayxan Şükürov was born in. Sonra, Şahbuz is the region that Ayxan Şükürov was born in. Sonra, Şahbuz is the region Ayxan Şükürov was born in. Baxın, V yazmışam, söz önü söz. Burada da V'nin söz önü sözünü nəzərə almışdım. Onu which ilə əvəz etmək üçün ya əvvəl, ya sonra söz önüyə ehtiyacım var idi. Baxın, bu misalda whichdən əvvəl, bu misalda isə sonra söz önü yazmışam. That nisbə əvəzini əvəz etdiyim halda cümlənin sonunda söz önü mütləq idi yazmışam. Və yaxud nisbə əvəzi ixtisar eləyib, axırda söz önünü yenə yazmışam. Deməli, indi burada başqa bir qayda, yer bildirən sözlərin qaydası da belədir. Deməli, burada sonuncu olaraq başqa fərqli bir qaydanı deyirəm sizə. Nisbə əvəzliklər ixtisar da oluna bilər. Hansı halda? Əgər nisbə əvəzlikdən sonra mübtəda gələrsə, nisbə əvəzliklər ixtisar oluna bilərlər. İndi gəlin nisbə əvəzlik testlərin bir neçəsində birlikdə sizinlə baxaq. Baxırsınız, birinci testdə. Teaching. Bu arada bir şey deyim sizə. Yer bildirən sözlər özündən sonra mübtəda istəyir. Bəzi sözlər axı yer bildiriyorsa əşyada biraz qarışıqlıq yaranır. Bunu deyim birində. Yer bildirməsi üçün özündən sonra mübtəda istəməlidir. Yaxşı, teaching yer bildirən kimi baxamıram. Xəbər gəlibdir. İnsanın layiqi olmayanda nə yazmalıyam? İnsan layiqi olmayanların hansı nisbə əvəzi yazırdım? Bəli, which nisbə əvəzini yazırdım. Gəlirəm ki, bu testdə. Woman insanın layiqidir. Sonra is xəbər gəlibdir. Hansı nisbə əvəzidir? Who. Bunu demişdik. Bura, woman, insanın layiqidir. Sonra we gəlibdir. Whom. Sonra shop. Aha. Yox. Deməli, bəzi sözləri var ki, nisbi yoxsa bağlayıcı əvəzi olduğunu tapmaqda çətinlik çəkirik. Bu zaman, üzr istəyirəm, yəni nisbi bağlayıcı bağışlayın. Deməli, çalışdığım insanın layiqi olmayandı yoxsa yer bildirən sözdür. Bunları tapmaqda çətinlik çəkirik. Mənim ayağım stola dəymədi bu arada. Bilirəm sən nəyə gəlirsən. Nisbi yoxsa bağlayıcı, bu aşağıda şey var, ona dəydi. Nisbi yoxsa, üzr istəyirəm, yer bildirən söz yoxsa əşya olduğunu bilməkdə çətinlik çəkirik. Bu zaman nə edirik? Həmin sözü ikinci cümləyə yerləşdirirsiniz. Bax, bu sözü ikinci cümləyə yerləşdirirsiniz. Əgər yer zərfliyi olsa sizə lazımdır yer bildirən söz kimi işlətmək, yəni V işlətmək. Əgər əşya kimi işlənirsə sizə lazımdır orada which işlətmək. Deyirəm ki, biz biraz çörək aldıq mağaza
Dan. Nə sual verəcəksiniz ona? Haradan? Nəyin sualıdır? Zərfin. Bax, həmin halda biz orada deməli V yazmalıyıq. Onu əşya kimi götürməməliyik. Gəlsiz bura. Old lady. İnsan anlayışıdır plus xəbər. Nə yazmalıyıq? Who. Yaxşı, bunun qaydasını öyrəndiniz. İndi bağlayıcı əvəzində bizə hansı qaydalar lazımdır? Keçən dərs məncə demişdim sizə. Ask, want to know, wonder və don't feillərindən sonra dət bağlayıcısı yazmaq olmaz. Demişdik onu. Yaxşı. Fransız baxanlar var deyə bir də yazıram. Ask, want to know, wonder, bir də don't feillərindən sonra dət bağlayıcısı işlənməz yoldaşlar. That. Mötərizə yazıram. As a conjunction. That'in bizdə işarə vəzi mənası da var. Mən sizə deyirəm, bağlayıcı kimi işlənməz. That bağlayıcısı. Yaxşı. Bu çox vacib qaydadır. Sonra uşaqlar, cümlənin sonunda söz önü varsa hansı bağlayıcı əvəzləri istifadə etmək olar? Bax, cümlənin sonunda söz önü varsa, who ilə what işlətmək olar. Digərləri yazmaq olmur, yoldaşlar. Bir dənə istisnası var. Where olan cümlənin sonunda from gələ bilər. Amma bizi ən çox nə ilə çaşdıracaqlar? Ən çox bizi çaşdıracaqlar. Yazacaqlar why, cümlənin axırına yazacaqlar for. Olmaz. Why for nə deməkdir? Niyə üçün? Niyə üçün? Elə bir şey olar, onun yerinə olardı what for. Sonra bizi nə ilə çaşdırırlar? Baxın. Ümumiyyətlə, bağlayıcı əvəzin funksiyası özündən sonraki cümlədə çatışmayan cümlə özünü bərpa eləməkdir, eləmi? Baxın, birinci yazdığım misal nə idi? Bura qayıdıram. Məsələn, deyirəm, I want to know və bu cümləni gətirirəm bura. Müqayisədə başqa bir cümlə yazacağam mən bura. Çünki, yaxşı, bunu gətirdim bura. Bir dərsi də yazıram. I want to know will go to the theater. Yaxşı. Bax, bu cümlədə, bax, yuxarıdakı cümləyə biz araşdırdıq və yazdıq. Çünki yeni cümlə necə idi? You will go to the theater. Sən kinoteatra gedəcəksən, dedi ki, çalışmayan cümlə üzvü nə vaxtı? Yazdıq bura when. Bax, bu cümləyə baxın. Çalışmayan cümlə üzvü çox aşkardır, çox üzdədir. Mübtəda. Mübtəda. Çünki cümlə nə ilə başlayıb? Xəbərlə. Xəbərlə başlayıb çalışmayan cümlə üzvü nədir? Mübtəda. Xəbər nədən sonra gəlir? Mübtədadan sonra. Bax, cümlə xəbərlə başladığına görə mən tuturam ki, bura 100% ya who yazacağam, ya da what yazacağam. Çünki mübtəda ya who'dur, ya da what. Yaxşı, unutmayın. Yalnız how'dan sonra adjective, bir də adverb gələr. Bu da vacib bir qaydadır. İndi gəlin biraz bağlayıcı əvəzlərlə bağlı testlərə baxaq. Belə bir fırlayıram aşağılara, nə çıxsa qabağımıza baxaq. Nə çıxır qabağımıza baxaq görək. Yaxşı. 38. Wonder bağlayıcı yazacaq, eləmi? Axırda from görürsünüz. Deməli, ya who, ya what, bir dənə də from-la işlənən where. Ona görə cavabımız where-dir. Baxsınız bura, yenə from var deyirsiniz da, cavab yenə where-dir. Yaxşı. Bir dəqiqə bağışlayın. Yaxşı. Burada nisbə vəzi yazarsınız, düzdürmü? Obyekta şəxsə vəzidir. Hansı nisbə vəzi yazarsınız sizə? Birbaşa cümlə nə ilə başlayıb, yoldaşlar? Xəbərlə. Deməli, nə çatmırmış? Mübtəda. Deməli, cavabımız who ilə what. Yaxşı. Burada I don't understand, you are saying. Tərcümə edirsiniz bu hissəni. You are saying, sən deyirsən. Nə deyirsən? Bəli. Cavabımız what. Bu qədər.